Dostlar yeniden hoş gördük herkesi. Jaspolun TV'de bugün hem yerimiz Aydın Seyman'ın oyunu var. Bildiğiniz gibi Hollanda'nın Vakanze şehrində Tata Steel Masters ve Challengers turnirleri devam edir. Ve şahmatçımız bugün 9. turda şahmatın Messisi adlandırılan Faustino Oro ile karşılaştı. Məhz bugün bu videoda həmin oyun analizini sizlere təqdim edəcəyik. Aydın ağlardaydı. Təbii ki, hər kəs üçün böyük maraq doğururdu bu maçın yekun nəticəsi görə Aydın ağ figurlarla rəqibinə qalib gəlməyi bacardı mı? Bu videonun ən az 300 like hədəfi var. Belə fəaliyyətlərimizə dəstək olacağınıza təbii ki, inanırıq. Bundan əvvəl olaraq videonu bəyənib kanala abunə olmaqla bizə ən böyük dəstəyi göstərmiş olarsınız. Hazırsınızsa oyuna keçid alırıq. Aydın oyuna Y4 girişiyle başlayır. Y4 C6 tərəflər Karakan variantına gedirlər. D4, D5, Y5, fil F5, at C3'den sonra Y6 ile cavab verir Faustino Oro ve şahmatçımız hal-hazırda 5-ci girişdə J4 girişi ilə cavab verir və filə hücum var. Fil qayıdır J6'ya, at J2, C5, D4'dəki piyadamıza təzyiq var. Aydın isə H4 ilə növbəti yerişdə H5 oynayıb rəqibin filini tutmağa çalışır. Məhz buna görə Argentina şahmatçı H5 oynayır və fil üçün H7 xanasında yer açır. At F4 yenidən məqsədimiz təbii ki at J6 vurmaqdır. Fil H7'den sonra Aydın 9-cu girişdə bir piyada önə keçir və at H5 vurur. At H5'den sonra at C6 D4'də piyadamıza hücum var. Aydın isə DC vurur. Fil C5 və J7'dəki piyada boşdadır. Amma əgər ağlar burada at J7 vurarsa at J7 şah, şah F8, atımız H5'e qayıdandan sonra növbəti həmlədə qaralar oynayır D4 və atımıza hücum var. Atın qaçacaq normal bir yeri yoxdur. At Y4 alınmır çünki fil H7'dən həmin xananı nəzarətə götürüb. At B5'e də 6 ilə at yenidən A3 xanasına geri dönməlidir. At B1 və at Y2 kimi yerişlərdən istifadə edə bilərik. Deyək ki, at B1 oynasa bu halda lövhəyə bir də belə tam diqqətlə baxmaq lazımdır ki, ağların bütün figurları necə var, elə də yerlərində qalıb. A1'də və H1'də toplar, C1 F1'də fillər, B1'də at, D1'də vəzir və Y1'də şah. Yalnız oyuna çıxan bir dənə figurumuz var. Həmin figurda H5'dəki atdır və figurların inkişafında rəqibdən çox geri qalırıq. Növbəti yerişlərdə rəqib Y5'dəki piyadanı da götürə bilər və bununla da artıq at mərkəzdə güclənir, şahın isə mərkəzdə çox zəif qalıb. Məhz buna görə də Aydın fil C5 yerişdən J7'dəki piyadanı vurmur, başqa nəsə bir az gözləyiləmir. Əvəzində fil J5 oynayır, figurlarını oyuna çıxarıb vəziyyəti inkişaf etdirməyə çalışır. Fil J5 təbii ki bu bir ev azlığıdır. Burada qaraların ən yaxşı yerişi vəzir B6 idi, vəzir hücum var idi və vəzir B6'dan sonra F2'də və həmçində B2'dəki piyadaları zərbə var idi. Ardıcığa baxa bilərik. Məsələn, vəzir D2 ilə müdafiə etsək, vəzir B2, top B1, vəzir C2 bunlar burada dəyişir. Davamında top C1, fil qaçanda at D5, Y7, top C5 kimi ardıcılıqlar var idi. Amma Faustino Oro şahmatın Messisi və ya Chelsea adlandırılır bu. Chelsea yox, Chelsea. Vəzir A5 oynayır. Vəzir A5'ə fil B5 ilə cavab verir. Aydın təbii ki vəzir A5'ə məqsəd D4 gəlib. Bax burada C3'dəki atımızı bağlamaya salmaqdır və həmçində at Y5 kimi istəklər də var. Aydın isə fil B5 gəlir və atı bağlamaya salır ki rəqib at Y5 vura bilməsin. Amma sual yaranır, bəlkə bəs qaralar D4 gəlsə. Atımız bağlamada da axı. Bağlamada olan figuru hücum eləsə artıq at buradan tərpənə bilmir və figuru itirir. Amma bax belə bir cavab var burada. Ağlar ilk növbədə vurur at J7 şah. Şah F8'ə at Y6, atımızı qurban verir Y6 xanasında. F-Y, vəzirimiz işə düşür, vəzir F3 şah, şah J7 gəlsə fil F6 şah, vurur, biz də vururuq, bir daha şah, qaçır, şah F8, vəzir F6 şah, yenidən geri qaydanda artıq fil C4-lə rəqibi mat eləmək mümkün idi. Bax, belə bir maraqlı hesablama var idi, Faustino Oro bilmirəm, bunu gördü mü ya yox. Amma əvəzində daha etibarlı variant seçir və şahını F8 xanasından geri qaytarır ki, J7'ni saxlasın. Rəqibin figurlarına diqqətlə baxsaq, burada görərik ki, H8'də top, J8'də at, H7'dəki fil ilişib qalır, düzdür, H7'dəki fil iş görülməyən qədər B1 H7 diaqonalını ələ keçirib, C2'dəki piyadaya hücum edir, amma hələ ki, digər figurlar o qədər da aktiv görünmür. Aydın isə vurur fil C6, təbii ki, at Y5'in qarşısı kəsir, rəqib orta bağlamadan çıxıb burada at Y5 istəyir, fil C6, B-də qalamızı qurur. Bir tər də olsa qavamızı qura bildik, amma şahımız o qədər də etibarlı müdafiə olunmuyub. Şahın qarşısındakı piyadalar çox irəlidir və J4 H4 xanalarında yerləşirlər. Top B8, B2'də piyada hücum var. Aydın sakit şəkildə top B1 ilə cavab verir. Vəzir B4 girişi isə bu bir tələdir. Vəzir B4'dən sonra rəqib nə istəyir?
Məsələn, sadə bir yeriş olsa, vəzir Y2 gəlsə, bu halda qaralar oynamaq istəyir. Fil C2. Fillə piyadanı vurur. Vəzir C2-yə, davamında vəzir J4, şah verir və atımıza hücum var. At J3 geri dönsək, vəzir J3-ü vura bilmirik, çünki bağlamadayıq. Və davamında isə şah H1-ə vəzir J5 və top H4 matdan demək olar ki, çıxış yolu yoxdur əziz şahmat sevərlər. Aydın isə bir qədər cəhət tərpənir və vəzirini F3 xanasına gətirib C2-dəki piyadanı boşda saxlayır. Rəqib əgər vursaydı, top gəlir C1 xanasına, fil H7-yə geri dönsə, bu halda A3, daha sonra atımızı kənarlaşdırıb topu C xəttində aktivləşdirə bilərdik. Faustino bir qədər ehtiyatlı oynayır yenidən və filini qaytarır Y7-yə, qara fili təhlükəli görüb onları dəyişdirmək istəyir. Aydın isə A3 oynayır, vəzir B7 və B4. Qara fillərin dəyişiyinə razıdır. Niyə? Bax, bunu indi görəcəyik. Rəqib qara filləri dəyişdirir. Fil J5, H və diqqətlə baxırıq ki, artıq fil Y7-də deyil və C5 xanasına nəzarət edə bilmir. Buna görə də artıq at A4, at C5 kimi yerişlərlə atımızı C5-ə manevr edə bilərik və buradan möhkəmlədə bilərik. Faustino vəzir C7 gələrək Y5-də piyadanızı istəyir. Aydın top F1 cavab verir. At Y7 isə nəhayət ki, indi oyuncu at A4. Burada rəqib fil Y4-dən istifadə edir. Fil Y4 vəzirimizə hücum var. Fil ideal bir xanada dayanır, amma fil sona qədər orada qala bilməyəcək. Təbii ki, burada gələcəkdə məqsədlər vəzirimizə hücum var. Vəzir qaçandan sonra atımız yerinə hərəkət edərsə top H1 mat fikirlər var. Fil də H1 xanasındakı topa dəstək verir. Amma o qədər də sadə bir məsələ deyil, yəni asan bir məsələ deyil. Fil Y4 aydın vəzir çəkir C3-ə, Y5-dəki piyadanı müdafiə edir. Təbii ki, fil Y4 ilə topla piyada arasında olan əlaqə də kəsilmişdi. Vəzir C3, J6. Bir o qədər sərgəli giriş deyil bu. Rəqib nəysə təbii ki, at F6 gəlsə top H1 mat, amma aydın təbii ki, buna düşən deyil. At J3, top H4. Faustino J4-dəki piyadamızı vurmağa çalışır. Aydın isə hal-hazırda müsbət 3.30 üstünlüyü alıb. İlk növbədə G4-dəki atı vururuq və davamında vəzir J3-dən həm topa hücum edirik, həm J4-ü saxlayırıq, həmçində Y5-i müdafiə edirik. Top H8, Faustino gəldiyi kimi topu qaytarır geriyə və hal-hazırda lövhədə hər iki tərəfin 5 dənə oynayan fiquru var şahla bir yerdə. Piyadaları nəzərə almasaq. Hər iki tərəfin vəziri, 2 topu və 1 atı var. Yəni rəqibin fiqurlarının yerləşmə mövqeyinə baxaq. H8-də, B8-də topun ümumiyyətlə nə işlə məşğul olduğu bilinmir. C7-dəki vəzir bilmirəm, burada Y5-də piyadaya hücum edə bilirmi ya yox. Y7-dəki at ümumiyyətlə oynamır. Yalnız D5-ə çıxa bilər. Bu halda da C4-dən sonra at necə gəlibsə elə də geri qayıdır. Tam şəkildə ağlarda böyük üstünlüyü var. Aydının ev hazırlığı həqiqətən də işə yarayır. Bax, burada 25-ci girişə qədər hələ ki. Görək sonrasında nə olub? At C5 oynayır aydın. Nəhayət ki, atımızı C5-də görürük və Y4-də piyadaya hücum var. Əsas məqsəd isə at A6 gəlib 2 qat zərbə ilə rəqibin topunu və vəzirini ikisindən birini ortadan götürməkdir. Top D8, güya ki, topunu D xəttə aktivləşdirməyə çalışır. Top B D1, şah J7 və nəhayət Y4-dəki piyadanı ortadan götürürük. Artıq at üçün 2 dənə ideal xana var, F6 və D6 xanaları. Oro isə piyadarlardan birini də verir. Deyir ki, birini də verin, bəlkə vəzir C6 gəlib, bax buradan mat təhlükələri yarada bilər. Amma hal-hazırda Oro'nun 4 dəqiqə vaxtı var. Aydında isə 35 dəqiqə vaxt var. Oyunun 28-ci girişi indi tamamlanır. BS, top D5, Y5-də piyada hücum var. Aydın heç ona da imkan vermir. Birinci C4, rəqib top D vurur. Top Y5 niyə görə olmaz? Çünki top Y5-dən sonra burada vəzir C3 gedişi ilə rəqib bağlamaya düşürdü. C4, top D1, top D1. Mən artıq hesab itirmişəm. Səhv etmirəmsə aydın bu vəziyyətdə 3 piyada öndədir. Bəli, 4 piyada qaralarda, 7 piyada ağlarda. Ağlar 3 piyada öndədilər. At C6, Y5-ə hücum var. Aydın at D6 yerə imkan vermir ki, Y5 piyasını rəqib ortadan götürsün. Top F8, F7-ni qorumağa çalışır. Aydın şah Ş2, top H1, vəzir H4 və vəzir H7 mat fikirlərini reallaşdırmaq istəyir. At A5, rəqib C6 xanasında bir boşluq yaradır yalandan bir şah vermək üçün. Şah versə belə nazdan F3 var. Aydın üçün bu o qədər də maraqlı deyil. Top H1, öz işi ilə məşğulu top H1, top H8 və vəzir F3. Məqsəd isə təbii ki, vəzir F6 gəlməkdir. Və burada vəzir C6 gəlir. Bir şey nəzərə çatdıraq. Qaralar əgər top H1 vursa ağlarını oynamalıdır. İstəsəniz videonu saxlayıb özünüz də fikirləşə bilərsiniz. Çox maraqlı bir cavab var. At E8 əla bir tələ qurmuşdu Aydın. At E8 şah qaçanda vəzir ortadan götürmək mümkün idi. Və burada Oro vəzir C6 gəlir, vəzirləri dəyişdirmək istəyir. Aydın vurur. Top H8, şah H8, at F7, şah piyalardan birini də götürür. Artıq 4 piyada öndəyik.
Şah G8-ə isə növbəti həmlə at D6 və bu gediş oyunun son gedişi olacaq. Şah masa verir, at D6-dan sonra artıq mübarizənin bir mənası yoxdur. Vəzirlər dəyişilər, sağların artıq 4 dənə piyadası var. Əgər mən səhv görürəmsə siz dəyişdirərsiniz, siz düzəliş edərsiniz, zəhmət olmasa mənim səhvimə. Amma mən bilən 4 piyada öndədirlər. At D6 artıq oyunun son gedişidir. Növbəti gedişdə özümü dəyişdirə bilərəm. Vəzirlərə en azından şah G3 vəzirə getdi. Planlarım da var. Yəni nə oynasam bu vəziyyətdə ağlarından udaram. Yekunda 38 gedişin tamamında Aydın Süleymanlı şahmatın Messisinə qalib gəlir. Və sonda Aydını bir daha qələbə münasibətlə təbrik edirik və növbəti oyunlarında ona uğurlar arzu edirik. Dostlar, nəzərinizə çatdıraq ki, sona 4 tur qalıb və oyunlar Chess.forum TV vasitəsilə saat 18:00-dan etibarən kanalımızda canlı yayımlanır. Mənim, yəni şu an təqdimatında canlı yayımlarımızda izləməyi unutmayın. Son turlarda gəlin şahmatçımıza bir yerə dəstək olaq. İnşallah Aydınla turnirin yekunda çempionluq görərik. Oyun barədə fikirlərinizi videonun rəy bölməsinə qeyd etməyi unutmayın. Maraqlı bir oyun idi, mən belə düşünürəm. Siz də öz fikirlərinizi qeyd edin. Və videonda müəyyən bir like hədəfi var. Həmin hədəflərə çatmamıza dəstək olsanız təbii ki, çox sevinərik. Hər birinizi öpürəm, bağrıma basıram. İnşallah növbəti videolarda görüşərik. Hələlik.